Salam dostlar hamıya, hər vaxtınız xeyir olsun. Bu aralar sizə ötən səfərdə demişdim ki, bəs yeni ilə aid paylaşımlar eləmək istəyirəm. Ona görə də bu gün yenə bir tort resepti paylaşmaq istəyirəm sizlə. Ay daha o qədər şeylər ki, inanın ki, fikrimi qarışdırır hava qız. Gəldin yenə gülməyə. Öyle başqa tidə, öyle başqa. Görürsünüz, hırılıyacağız. Necə nə bileyim. Ne var? Ha, bugün sizden yine tort resepti bölüşəsiyəm. Əslində başqa bir şey hazırlamaq fikrimdə var. Prosto bu aralar bağçada bəzi günlərdə yazırlar ki, ata pirenin verilməsin, ona görə uşaqları istəyən gətirməsin. Ona görə bəzi günlərdə uşaqları aparmıram, uşaqları evdə olurlar, gördüyünüz kimi. Ona görə də hazırlamaq istədiyim şey elə bir şeydir ki, yəni ona biraz sakitlik, boşluq lazımdır və bunlarla o mümkün deyil, görüyorsunuz. Ama o da yaxın günlərdə hamları baxıcı göndərən günü hazırlayıb sizdən bölüşəsiyəm. Çox qəşəng bir ideyam var. İnşallah alınar deyək. Çünki hələ sınamamışam. Birinci dəfə sınayasıyam. Ümid eləyirəm istədiyim kimi alınar. Hələlik gəlin bu gün daha biraz asan resept hazırlayaq. Asan deyəndə, yəni mən dəfələrlə hazırladığıma görə artıq əlim öyrəşdi, ona görə asan gəlir. Yəni bəzi şeylər var ki, qıraqdan baxanda belə wow dərəcəsində çətin görsənir. Amma özün eləməyə başlayandan sonra görsən ki, yəni o qədər də şey deyilmiş. İstəsəm bacararam yəni kimisindən. Yəni siz də hazırlaya bilərsiniz. Xüsusilə yeni ildə, yeni il ərəfəsində maraqlı bir reseptdir. Hər nəysə, yenə çox danışmayaq, resepti hazırlamağa başlayaq sizinlə bərabər. Qazançıma bal götürmüşəm. Məndəki tünd rəngli baldır. Hər hansı birindən istifadə eləmək olar, fərqi yoxdur. İndi üzərində şəkər tozu, çörək yağı, yumurtanı, birazcıq duzu əlavə edirəm və qazın altını yandırıram. Orta atəşdə ərzaqların hamısını yaxşı qarışdıraraq bir kütlə halına gətirirəm. Qaynatmaq lazım deyil, sadəcə şəkər tozu və yağ ərisin, bir-birinə qarışsın, kifayətdir. Şəkər tozu və yağ yaxşıca əridi, gördüyünüz kimi bir kütlə halına gəldilər. İndi qazın altını söndürürəm. Bura soda əlavə edirəm. Yaxşıca qarışdırıram. Və bu qarışımı başqa bir qaba götürürəm ki, tez soysun. Tamamən soyması üçün bir kənarda biraz gözlədirəm. Ballı qarışım tamamən soyudu. İndi bura onu əlavə edirəm. Əvvəlcə az-az əlavə eləməyə başlayıram. Belə qaşıqla qarışdırıram. Biraz xəmir kıvamına gəldikdən sonra əlimdən yoğurmağa davam eləyəsiyəm. Xəmir hazırdır. Bu şəkildə ələ yapışan, yumuşaq, amma bir o qədər də formasını saxlaya bilən bir xəmir əldə elədim. Xəmir ələ yapışan və yumuşaq olsa da reseptdəkindən artıq un əlavə eləmirik qətiyyən. İndi xəmiri götürürəm. Belə bir torbaya yerləşdirirəm. Biraz da torbanın içərisində olarkən biraz əlimdən forma verirəm. Və bir gecəlik soyuducuya göndərirəm. Əgər bu qədər vaxtınız yoxsa 2-3 saatda soyuducuda gözlətməyiniz kifayət olasıdır. Amma nə qədər artıq qalsa soyuducuda bir o qədər rahat işləyə bilərsiniz. Nəzərinizdə olsun. Bir də nə demək istəyirəm? Burada mən paylaşdığım reseptlərin bəziləri yəni bir-birinə oxşayır. Amma bəzi vaxtlarda eyni resepti paylaşmayayım deyə deyirəm ki, bu kremin reseptini və yaxud bu biskvitin reseptini başqa bir videomda tapa bilərsiniz. Həmin videonun linkini də aşağıya qeyd edirəm. Zaten asanlıqla keçirilib baxa bilərsiniz deyə. Amma çox adam o sözlərimə çox da belə fikir vermirmi, bilmirəm, ötürə-ötürəmi baxır videolara, yoxsa açıqlama qismimi oxumur, oramı diqqət eləmir. Yenə dəfələrlə soruşurlar resepti. Ona görə artıq son zamanlarda belə bir-birinə bənzəyən reseptlər olsa da düşünürəm ki, yenə də çəkim, yenə də paylaşım sizdən. Çünki dediyim kimi ağlınızda sual işarətləri qalmasın. Yəni belə özümüzdən ötürü bir şeylər hazırlayanda yoxdur, belə fərqli, dadlı, maraqlı görünüşlü resept olanda yenə də dediyim kimi resept bir-birinə bənzər olsa da yenidən çəkib paylaşmağa çalışıram. Mən bu pryanikdən hazırlamaq istəyirəm. Ona görə belə bu şəkildə kəsmişəm birini. Bu formada da hazırlaya bilərsiniz. İstədiyiniz hər hansı bir formadan istifadə edə bilərsiniz. Əksərən bu tortları rəqəm halında hazırlayanlar olur. Hazırlayıb rəqəmlər çəkib kəsə bilərsiniz. Yəni artıq o sizin fantaziyanıza qaldı. Yolka formasında çəkmək olar, şaxta formasında kəsmək olar. Yəni dediyim kimi nə təri istəsəz hər türlü istifadə eləmək olar. Və indi bunu mən yağlı kağızın üzərində yayasıyam. Əksərən yəni ballı tortların hamısını demək olar, içərisinə bal qatdığım tortların hamısını yağlı kağızın üzərində yayıram ki, sonra amma
narahatçılıq yaratmasın digər yerə götürüb qoyanda və yağlı kağızı belə açanda biliyorsunuz çox narahatçılıq verir. Ona görə qatına dururkən atıraqlar. Ona görə mən belə biraz əzirəm əlimlə qatlarını. Sonra açıram. Daha yan tərəfləri qatına durmur. İşte bir xəmir yeyəndə əlimə ilişə durmur. Böyle bu şəkildə rahat bir şəkildə qalır. Dedim sizə də göstərəm. Birdən ehtiyacınız olar. Mənim kimi hər dəfə xəmir yeyəndə yağlı kağız o tərəfə burula durursa, əsəbləşirsə. Və xəmirim gecədən qalxdı soyuducuda. İndi biraz əvvəl çıxartmışam ki, bir balaca yumuşalsın. İndi acıq yumuşaldı. İndi götürürəm və xəmirimi yaymağa başlayıram. Əgər yapışma işləmi olsa, təbii ki, biraz un tökmək olar. Çox aşırı dərəcədə tökməyin təbii ki. Az yapışmasın deyə un əlavə eləyərək yaymağa başlayırıq xəmirimizi. Xəmiri belə yarım santimetr qalınlığında yaydım. İndi bura biraz un səpirəm. Və formumu yerləşdirirəm üstünə. Un səpməyimin səbəbi odur ki, kağız buraya yapışmasın. Və formamı kəsirəm. İhmalca. Qeyd edeyim ki, sobamı da isinməyə qoymuşam 180 dərəcədə. Mən bu şəkildə kəsdim. İndi üstündən belə biraz vilki ilə deşiklər açırıq ki, yeyəsiz qabarcıqlar olmasın. Üst korjunda bu işləmi eləməyəsiyəm ki, üstünə iz düşməsin. Bu alt korj olduğuna görə belə vilki ilə hələ ki deşiklər açıram və göndərəm 180 dərəcəli sobada bişməyə. Çox tez bişir. 5-6 dəqiqəyə bişəsdir, yanından ayrılmayın. Zritellerimiz. Spasibo. Kənarlarından kəsdiyim xəmiri bu şəkildə yenidən yoğurdum. İndi yenidən yayıb eyni işləmi görürəm. Bisküvitlərim hazır oldu. Bunlar Vilkanın dəşlikləri alt hissələri olasdı. Bu da üst hissəsi olasdı. İndi gözləyəm soysun. Bu soyun ərəfədə də kremi hazırlayasım. Tez soyuyla nazik olduqlarına görə indi gedək kremi hazırlayaq. Kremi hazırlamamışdan əvvəl nasatkamı və qabımı soyuducuya qoymuşdum. İçərisinə əlavə eləmişəm qaymaq. Qaymaq 33%likdir. Qaymaq da soyuducudan çıxarmışam. Yəni hamısı çox soyuq bir halda olmalıdırlar. Və üzərinə şəkər pudrası əlavə eləyirəm. Əvvəlcə mikserin aşağı sürətində çırpmağa başlayıram. Çırpdıqca mikserin sürətini yavaş-yavaş artıraraq ən son sürətə qədər çırpmağa davam edirəm. Krem halında olanda mikseri dayandırıram. Bu şəkildə qatı bir kıvam alındı və mikserimi saxladım. Tortun içərisinə bu səfər biraz fərqli bir načinka hazırlamaq istəyirəm. Bananlı, karamelli načinka. Gəlin bir yerdə onu hazırlayaq sizdən. Deməli belə tavama şəkər tozu götürmüşəm. Qazın altını çox aşağı xodda qoymuşam və belə qarışdıra şəkər tozunu yavaş-yavaş əridirəm. Qazın yanından ayrılmaq olmaz, qarışdırmağı dayandırmaq olmaz. Əks halda şəkər tozu yanar və karamelimiz çox dadsız olar, acı olar. Buna görə belə yavaş-yavaş yanında durun və qarışdırmağa davam edin. Baxın, şəkər tozu tamamilə əridi, heç bir kamoç qalmadı. İndi bura yağ əlavə edirəm, çörək yağı və yağ əriyənə qədər yenə qarışdırmağa davam edirəm. Yağ da yaxşıca əridi. İndi bura qaymaq əlavə edirəm. Qaymaq da qaynadı burada. İndi bura biçimlik duz əlavə edirəm. Və kənarda bananları belə doğramışam. Adi qaydada bananları bura əlavə edirəm. Yaxşıca qarışdırıram. Yenə bir burun qaynadıram. Qaynadı və qazın altını söndürürəm. Qoyuram bir kənarda soyusun. Artıq tortumuzu yığa bilərik bu arada. Karamelin kıvamına bir dənə baxın. Çox yəni möhtəşəm olandı. Kokusu da möhtəşəmdir. Nisi kəsəsin. İstəyim artıq tortumuza yığırıq. Sekund ver. İlk korjiki yerləşdirirəm. Üstünə kremi bu şəkildə belə vurasıyam, belə vururam, qaldırıram. Belə sıxıram. Bu şəkildə. Daha sonra karamelden biraz
əlavə eləyirəm belə biraz üst hissələrinə. Az. Каждая ложка, дай. Bu şəkildə o hissəsini əlavə eləyirəm ki, çox da qırava dağılmasın. Sıxma torbası ilə də eləmək olar təbii ki. Mən içərisində balonlar biraz böyük olduğuna görə əlavə eləmədim sıxma torbasına. Belə qaşıqla daha rahatdır məncə. Sizə elə rahat olsa eləyə təbii ki. İndi ikinci yerləşdirirəm. Yenə eyni qaydada yığıram. Bu şəkildə sona qədər davam edirəm. Sonuncu korjikdə yerləşdirdim kənardan bu şəkildə görsənir. İndi üstünü bəzəyirəm. Mən üstündəki şəklə baxaraq bu şəkildə, yəni üstündəki kimi bəzəmək qərarına verdim. Gəldim. Abla həs bir yandan biri yiyirlər pişirim qarşılığında onun için. Ne danışdım hiç bilmiyorum. Aynı daha bunu tartıştırıp tapamır heç neyi. Kur şey esirəm. Yəni son olaraq bu şəkildə görsənir. Öndük qəşəng alındı. Ну как, дети? Вкусно. Qəşəngdir? Да. Beğendiniz? Красивый? Да. Tarifleyin de siz de daha şimdi onun tarif. Didizdirəm ben. Dayı, подожди. Belə bu şəkildə. Да, ну как? Красивый? Ва. Böyle. Ya da iyi. Çekmemişim bile. Çocuk sorak. Və tortumuzu uşaqlara qoymadılar dayanmaq. Ona görə kəsir o. Kim arasını istəyir? Быстрее. Aslında biraz qalsa daha yumuşaq olardı sabaha da qoymadılar adosu. Ne, ruka kama ruka. Не это. Ha, bellidir. А мне голова. А ну туловище. Это. Dostlar mənə Это. Больно? başını kəsirdilər. Мама, помнишь? Это. Хорошо, istəyəm. Bilməm nə təkəs. Nə olacaq? Əsgər! Əsgər! Большой əsgər это. Мой гамбургер. Какой гамбургер? Ay oğlum, içərisində o qədər şəkər var, öyle sən o hamısını yiyirsən. Большой. Давай kəsək. Yersən, sən yeyərsən dedin. Ha? Папа будет есть. Əsgər bəy, nətərdir qala vaxtıma başıq. Az da deyib, buterbrot. Nətərdir? Это не голова, это не гамбургер. Lan, Это чизбургер. lan. Ha, sən də seçirəm. Qoşay. Ha, görsən, nə deyəcək? Bəlkəllah. Sen babasın ya. Ну как? Здесь телефон. Пап. Нам надо сесть. Nətərdir? Вкусный? Bir aşağı var, bir gamber. Bu telefon için bir şeydi. Nətərdir dadı? Kalkamak ya. Çok film, Tayland'da. Sadece Minyen yollarınızı gözləyirəm. Mən burada çörək yiyəm. Axşam yeməyi yeməmişəm. bir marok kuşkasındaki sayla daha dadlıdır. Hakikaten Aman şanslı mı? Yiyecek açış. maşallah yiğitiz buna. Beğendim. İçərisindəki karamel, yəni dəhşətdir. Digər tortdan biraz kremlə načinka qalmışdı. Ona görə dedim ki, belə bir dənə biskvit hazırlayayım, tort hazırlayayım. Çünki o balaca oldu. Uşaqlar da azlıq elədilər. Yəni doymadılar. Tortdan doymuyor. Qısa dostlar. Подожди, sən zaten çəkmirəm. Tort çəkirəm o bir də. Ha, belə adi qaydada hazırladım. Düzdür, krem yan tərəflərine yetmədi. Üstünə, içərisinə yetdi sadəcə. Amma yəni bir dənə tortluq yetəsi qədər oldu. Belə deyək. Və dadı möhtəşəmdir həqiqətən. Yəni načinkanı bu şəkildə hazırlayıb, yəni adi biskvitlərdə də istifadə edə bilərsiniz. Çox möhtəşəm dadlıdır və ya sonra da ayla bayla yeyirlər какой вкусный deyə. Ha, çəkdim səni də. Хватит. Dostlarım, mən şikayət eləyəsi adamım yoxdur, vallah. Ona görə şikayətlərimi sizə eləyirəm. Heç kusura baxmayın düşlər demiş. Mən xanə hablanı təmizləyib getmişəm. O balaca var güya gəldim təmizlik eləməyə. Gör nə qartdı. Ha bu əl önünə olur, yiri həblə bu vəziyyətdə olur. Gör nə məğnalı yazıyam ayla durun. Yok, вот.
Deməli, o cin, tapmışam nə qalır. O cin mandalinləri soyur, stolun arxasında yemir, gətirib bura verin. Bu habralarını tuşu yiyir, sonra gəlir, hər yerə yaxır. Bir dənə orada öyle bu arada. Hal-hazırda bir ev oranı göstərim. Oralarda, o bir pəncərələr zətlərdə hər yer. Hələ şirişdir, özdə indi təmizləmiş. Dur, yürü. Yürü habudu. Yürü qaşladı. Duymasın o, yəni. Qışın çəblə döymək, qışın çəblə döyməsin. Yer, qoxmurlar dörsablar. Üzərində su yoxdur. Xeyr yoxdur. Cim vapşozunuz təmizləyin. Alın, hər azınızı bir dəsmala evi təmizləyəsiniz. Tez olun. Keçən gün əsgərin padelkasını bağça yaparmaqdan ötürü paylaşmışdı bizdən. Çox adam yazmışdı ki, bəs bizi də istəyirdilər bağçadan padelkalar. Bizə deyə oldu, biz də hazırlaya bilərik deyə. Ona görə bugün də Esra'nın Aydan padelkasını hazırlamağa başlayacağıq. Əslində, keçən illərdə falan da istəyirdilər də, bağçaya getdiyimiz müddətdə həmişə istəyirdilər. Heç vaxt eləməmişik. Çünki düzü o imkan olmurdu da, oturum uşaqlarla bir şey eləyim. Biri çağ olurdu, ağlayırdı, biri süd istəyirdi, biri nə bilim nə istəyirdi də. Çox qarşılıqlı olurdu. Bu il çox şükür, həqiqətən çox şükür, yəni belə şeylərlə məşğul olmağa vaxtım var deyə. Başqa bir şeylərlə yox da əslində, uşaqlarla elə çox bir vaxtı olmur əslində. Amma dediyim kimi, çağa bir uşağım yoxdur ki, ağlasın, durum, dalayıca qaçası olum. Düzdür, başqa hoqqalar verirlər, yenə başıma çıxartırlar. Amma yəni, dediyim kimi, belə şeylərlə məşğul olası vaxtım var. Və düşündüm ki, bu günə qədər eləməmişik. Qoy eləyək, yəni, konkursdur. Eləməkdən biz yəni gəlməz, yəni. Bilmirəm, indi yarış kimi keçirilən əsli birinci yer, ikinci yer olası orasını dəqiq yazmayıddılar. Elə bir dənə prosto yazdılar ki, Novqadnoyu padelka hazırlayın, konkurs olasıdır. Yəqin ki, konkurs olasıdırsa, amma düşünürəm ki, birinci yer, ikinci yer kimi söhbətlər olar. Afşin mən də vaxt yiyəndə hər dəfə orada ID ilə falan gəzəndə, nə bilim, uşaqları gözləyəndə, eləyəndə, nə qaranda oradakı padelkaları qoyurlar da. Baxıram, xoşuma gəlir adları üstünə uşaqların adlarını falan yazırlar ki, filan qrupdan filan kəs hazırlaydı deyə. Və həmişə fikirləşdim ki, ayda əsgərin də adı olardı. İndi Esralı o ayda biraz balaca deyə çox şeylər bildim də. Əsgərin də adı olardı, nə olur, biz də eləyərdik, amma biraz şey olurdum. Dediyim kimi, daha bu il qərar verdim ki, qoy bir balaca vaxtımız var. Biraz da onunla uğraşaq, yəni vaxt olmasa belə biraz da boş işlərlə məşğul. Əslində biraz çox boş iş də deyil də uşaqlarla bir şey hazırlamaq. Ev işlərinə falan baxanda boş deyirəm, yəni uşaq baxımında yox. Düşündüm ki, qoy bir yerdə bir şeylər eləyək. Option bu gündən Ayda düzdür, balaca da bir fikirləşdim ki, Aydaya eləməsək mi, özü eləyəmir axı istər-istəməzdə. Nə eləyəsək ki, Ayda bu balaca parmaqları ilə. Amma sonra düşündüm ki, yox, onun da bir balaca xıdı bir şey eləyək. Nə deyirlər, çorbada tuzumuz olsun. Option, deyək, ola hazırlayaq. Fikirəm sizdən ötürü də fikir olar. Belə çox çətin bir şeylər eləmə fikrim yoxdur. Həmişə həblə deyəndən sonra çətin şeylərə giriş eləyəm, ümid edirəm bu səfər girişməyəm. Gəl görək nə qarıq. Getdik. Bu da Esra'nın padelkasıdır. Mən qıraq bucaqlarını kəsmişəm. Prosto Esra. Kraskamız qutartdı. Ona görə uçqa da təzələmişəm. Ağ markerdə uçqa deyim. İndi o gəlsin, ondan istifadə elədim. Qutardı bir dənə orası. İçində az iyiymiş səndi mən. Şimdi o gözümü görə Ayda xanımdır. Padelka lesiyanı. Getdik gətirməyə görə nə qarıq. Deməli, belə bir kruk kəsdik kartondan. Kartonun üstündə hazırlayacağıq. Burada Ayda xanım nəsə hazırlayır. Yoxanın üstünü, bəzəklərini hazırlayır da. Maladies. Burada askerlərə sırada kömək eləyirlər. Mən də burada şaxta baba hazırlayayım. Qadın adam. Padarıq. Сделать da. Ayda əməlli başlı yoruldu işləyib. Bunun nazad sütü görüyoruz şimdi. Yoka düzəltdi Ayda xanım belə. Mən də yoka Sənə düzəltdin. Belə indi məruzumuzu da qadının damımız dedim. Fotoğrafiyə yerləşdirək. Теперь весь Da Ayda xanımın padelkası. Belə balaca bir padelka. Ay, ötən soğuqqa verdi. Ну как? Üstüne bakalım, üstüne. Eyvallah. Красивый? Красиво? Ha dostlar, qəşəng yorulduk. Esra'ya da yolka düzəltdik.
Ləncimiz qalmaydı. Cəhrayı elətdirdik İsrail yolkası. Əsrəli Oy, öbüd. oy, oy. Ay yapışdı. Götürürək. Hər yeri yapışır. Ha, istəndim vallahi. Böyle Cəhrayı. Розовая елка, розовая елочка. Əsgərin də yolkası покажи. Belə зеленый, göy, оранжевый, в общем. Ну как, понравилось? Yeah. Esra, beğendi. Allah da yoruldum, yoruldum. Sen tərəfə baxmaq istəmirəm, Ayda. Sən tərəfə baxmaq istəmirəm. Nə? Görün nə qədər hələ ağlayasın. Qatibdən o tərəf. Gör Ayda nə qədər. Dosta mən ama nə qədər təmizləyəcəyəm. Nə təmizləyəcəyəm burada. Dur al delikdə. Ay Allah. Nə var mı bunlar götürüm tullayayım ya və belə qoyayım. Ay belə ağlam deyəm oynasından sonra peşmanı olan. Bax haracıysa bax. Hani də cəbi ustul. Elə mağa baxsın Allah ayıdı. Elə mavran olsun. Çox sənə təmizləyir. Dur axı işləyək özümün başıma iş artırdım. Vallahi oturan yerdə. Ağrımayım. Başımı ağratdım nə tədiyərlər. Bunu təmizlədim. Əməlli getdindir. Öz aramızda bəyəxçinə baxanda. Amma biraz sabda köy qalxdı. Biraz bu tərəfdə biraz qızartı qalxdı. Deyim qoy tam qurusun. Sonra biçəm buxarla zadla nəsə eləsəm geyərmi görəsən? Ya da bilmirəm saç spreyi zat fıskırdarım yəni. Geyərdi. Yine bu da. Senin işlerinde hamısı biz daimi çorladın. Ben 8 ildə bu arzu ilə yaşayıp gəldim. Ben evimi çorlayır. Yine o tarafa. Yine. Ama bir şey var ki yaxşı hər şeyi silinebilen almışım. Yani divarlardan yeni siləcəyirəm stulları. Hər yeni siləcəyirəm. Çok şükür yani baba. Niye də abla? Döyüm sən. Döymağım gəlsin. Döymağım. Bir de bu pilisos deyəm yaxşı var evine cündeydi. İndi baxın nəyi təmizləməkdir. Məsələn, diğer yerler her yer yaxşı təmizləyirdi. Yaxşı bir dənə var. Bunlar məsələn yapışıqdı. Bunları təmizləmir. Ona görə bunları əlimlə təmizləyəcəyim. Amma qalan hər yer toz falan. Hər yer yəni dəhşətül vəhşət gündeydi. Hər yeri qəşəngcə təmizləyirdi. Bu arada öz-özünü də təmizləyir pilisos. Mən sadəcə suyu dəyişirəm. Bir də ara sıra belə həftədə bir dəfə zat içerisinde böyle şeyler vardı. Fırçası falan oralarını temizleyeyim. Все. Neyse bunu temizleyeyim. Ortalık babatdır. Alarımız da geldi. Kuryer getirdi. Ben böyle çektim üstüne. Esra ile askerde çekirler. Esra bir tanesini yiyip kurtardı. Şimdi o bizler çeker. Yapıştırası yoksa. Kar yağdırıq evimizin üstüne. Allah'ım yarabbim. O gözüne. Ne? O saçına. Красиво? Böyle çok. Очень прям, Esra, очень. Ты сама очень красивая. Ay neyse, bu ayaklarını düzeltmeye çalışıyorum. Yarı da bil. Şükürmay kız. Hamısı artık fazla Ломаешка durmadı. меня. Gözü ıslatımız kısın yapıştırırız. Ломай. Не трогай здесь горячо. Ara trokat edemiyor usta. Все, al yapıştır. Koy on qırağa pistoleti. Моя очередь. Yapıştır. Вот так? Da. Моя очередь теперь. Üfür, kurusun tez. Biraz kırklayıt. Так круто. Аккуратно çölüne dağılmasın. Руки. Aşkıya. Cənəmə atıb qarşılarabım. Qıraqları xoşuma gəlmədi deyə və pambıqla elədim. Kleyli yerlər görsənməsin deyə. Altına da belə karton elədim ki, parmaq daha rahat olsun və tarikimiz hazırdır. Oy, nə tər yoruldum, nə tər yoruldum. O qəşəng oldu, bıraxıldı. Nədir sizcə? Ay dostlar, mən daha yoruldum bu vlogda əməlli başlı. Həm padelka hazırlamaqdan, həm tot hazırlamaqdan, həm ayıya dağdan tökən, batıran yerləri silib süpürməkdən. Bu vlogda şimdi əməlli başlı iş siz desmin mənasında. Daha çəkmirəm vlog. Yorumlara bular məni. Daha bəsdir büyündü, balaca istirahat edeyim, oturub istirahat edəyəsiyəm də güya dur belə yemək bişirməliyəm. Bugün də evdədilər yenə. 2 gün bazar günü evdə oldular, bugün də həftənin biridir yenə evdədilər.
Ay inşallah sabahdan apara bilərəm ayda. Yenə xəstələrdir, yenə bunu axırı aparmayacağım ayda. Amma onsuz da ayda 2 saat olur da. Elə çox saxlamaq sərfləmir ayda. Yəni biraz nasıl olanda. Amma əslən Esra'nı mütləq geri aparım. Evdən çıxsın, sabah qarsat deyildi. Amma maşınımı tam sürət hazır vəziyyətdə saxlayıram ki, evdə qalmayaq. Bir həftə evdə qalsaq, füsüdən mən itəsiyəm o buralardan tapmayasınız məni. 2 gündə Instagramımıza da girəm, doğru dürüst təsəvvürümüzə gətirin. Tak что ümrəyəm ablacayla vloglarıma devam edeyim inşallah. Allah o nətədiyirlər, baxçı çıxardan canını sağ eləsin, valla. Həqiqətən bir də maya yazırlar ki, ay uşağım balacadır, ay uşağımın nə bilim, 1 yaşı var, 2 yaşı var, 3 yaşı var, baxçıya qoyum, qoymayayım deyə fikirləşirəm, deyəm. Düşmüsünüz, çox da qoyarsınız ki, həqiqətən həm uşağın özünə uyğun yaxşıdır, ətrafı genişləyir, özü bir şeyləri tək başına eləməyə çalışır, həm də analardan ötürü biz istirahətdir, valla həqiqətən, yəni çox şükür ya Rəbbim, bağça var, çox şükür ya Rəbbim, məktəb var, institut var, hələ institut deyirəm ki, deyəm Amerikada, Londonda oxuyasınız, Moskvada oxuyacaqsınız, arayacaqsınız ki, oxuyun, arası sıra deyəm hələ, mənə bilet alasınız. Gələrəm yanınıza, gəzməyə, eləməyə. O şimdi hələ planlarım var, xəbəriniz yoxdur. Bir balaca dözün, bir 10-15 il hamısını bir də görəcəyik bərabər. Belə, yəni nəysə, çox uzağa getdim deyəsən büyüncənə. Ümid edirəm, video sizə üçün maraqlı olar, faydalı olar və ümid edirəm videolarımı izləyəndə mən kimi yüzünüzdən təbəssüm əksik olmaz. Düzdür, çox adam yazır ki, ay çox güldüm, nə qadım? Gülmək heç vaxt çox deyil. Nə qədər istəyirsiniz, nə qədər bacararsınız, nə qədər ürəyinizdən gəlir. Əsas odur, gülün, güldürün. Məncə dünyadakı ən dəyərli şeylərdən biri də hal-hazırda belə bir dünyada. Hər nəysə, dünyada qatmayaq da buralara. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək.